Əməl, doğru söz, doğru fikir. Ürəyinizdə ata günəş olsun, əziz dostlar. Əziz izləyicilər, mən əvvəl onu qeyd edeyim ki, dünəndən etibarən futbol üzrə dünya çempionatı Meksikada baş tutdu və ona görə də insanlarımız bu gün hal-hazırda dünya çempionatını izləyirlər. Və dünən Meksikanın Meksiko paytaxtı Meksiko stadionunda Meksika ilə Cənubi Afrika Respublikası arasında keçirilən dünya çempionatını yəqin ki, dövlət televiziyasından, ictimai televiziyadan izlədiniz. Və təbii ki, bu futbol şərhçiliyi çox xoşa gəlməyən səviyyədə idi. Təbii ki, mən bir çox xarici telekanallardan izləyirəm. Və bugün isə təbii ki, Cənubi Koreya Demokratik Respublikası ilə Çexiya Respublikası arasında keçirilən qrup maçında da Cənubi Koreya Demokratik Respublikası qalib gəldi və 3-0 qazandı. Və hal-hazırda Türkiyənin Respublikasının hamımızın dəstəkləyəcək yığma komanda artıq Vankuverdədir və Avstraliya yığma komandası ilə ilk maçına çıxacaq 15 iyunda. Yəni bizim milli qurtuluş günündə və Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa bəyannaməsinin il dönümündə çıxacaq. Amma bir şey çox mənim diqqətimi çəkdi. Ümumiyyətlə hal-hazırda da təbii ki, Yaxın Şərqdə və Hürmüz boğazında çox gərgin müharibə gedir və müharibə ilə bağlı çox xoşa gəlməyən bir mənzərə insanlar yaradırlar və mən də istədim ki, bu mövzuda insanları bir maarifləndirim və çox qəribədir ki, Fars Molla rejiminin terrorçu əməllərini törədən əməllər pislənilmir və mən çox təəssüflənirəm ki, özlərinə Güney Azərbaycanlı deyən, Turançılar deyən, vətənpərvər deyən insanlar səslərini çıxarmırlar və çox qəribədir ki, burada ad çəkmək istəmirəm. Yəni onların hər birini yaxşı tanıyırsınız. Bugün Turançılığı təbliğ edən Turan Partiyası, sonra Press Klub televiziyası və yaxud da Reaksiya TV, Laf TV və yəni o adamlar hətta bugün demokratiyadan danışan, dünyanın ən demokratik ölkələrdən Soros fondundan maliyyələşən və dünyada demokratik dəyərləri müdafiə edən, xaricdə fəaliyyət göstərən Sevinc Osman qızı kanalı, Azad Söz telekanalı, Qurban Məmmədovun Azəri Freedom kanalı və yaxud da Abid Qafarovun Azərvoç kanalı və o cümlədən məşhur Rafael Piriyevin Həqiqi Vəhdət kanalı və təbii ki, Azərbaycan Saatı kanalı. Konkret olaraq bu mövzuda heç bir konkret mən görmürəm ki, bu mövzuda bir İran Fars Molla rejimini kəskinliklə qınasın və bu hadisəni terror əməli kimi qiymətləndirilsin. Çünki burada İsrailin, Amerikanın qarşı terror əməlçisi deyil, həm də burada təbii ki, müsəlman dünyasına qarşı, Səudiyyə Ərəbistanına qarşı, Qətərə qarşı, Bəhreynə qarşı və ümumiyyətlə dünyada demokratiyanı, dünyada insan haqlarını, söz azadlığını müdafiə edən və Azərbaycanla bilirsiniz ki, Trip dəhlizinin açılışında iştirak edən və Azərbaycan qardaş Türkiyə Cümhuriyyətinin 1952-ci ildə Türkiyədə ərazi bütövlüyünün qorunmasına dəstək verən və bugün qardaş Ukrayna xalqına dəstək verən Amerika Birləşmiş Ştatlarının və onun təbii müttəfiqləri olan Avropa İttifaqı rəsmi bəyanat verdi ki, biz İranın Sepah rejimini terrorçu rejim adlandırdıq və bu İran Fars Molla rejimini tanımırıq. Belə bir şəraitdə necə olur ki,
bu gün özünə Turançı deyən, özünə demokrat deyən adamlar İranı müdafiə edirlər və çox qəribədir ki, bu gün mən yalnız bizim Milli Fəda Hərəkatının ən çox iştirak elədiyi Almaniyada fəaliyyət göstərən Oğuz TV-nin baş redaktoru Əli Oğuzun yalnız mövqeyində mən İsrail Amerikanı dəstəklədiyini görmüşəm. Cənab Prezidentin siyasətini dəstəkləyən deməli məşhur İmza TV, Zalov TV-nin baş redaktoru İsmail Zalovun mövqeyini mən gördüm, İsraili müdafiə eləyir və bundan əlavə təbii ki, Müsavat Partiyasının mövqeyində mən gördüm ki, həqiqətən açıq şəkildə Amerika İsraili dəstəkləyir. Amma mən baxıram ki, yəni dövlətçiliyimizi müdafiə eləyən, cənab prezidentimizi müdafiə eləyən, Əlfəz Elçi bəyin, Məhəmməd Əmin Rəsulzadənin siyasətini dəstəkləyən insanlar açıq şəkildə İsrail Amerikanın mövqeyini müdafiə eləyirlər. Amma biz görürük ki, dövlətçiliyə qarşı çıxan bir qrup özünə saxta Turançı deyən, saxta vətənpərvər deyən adamlar isə İranı müdafiə edirlər və bu məndə bir ironiya yaradır və ümumiyyətlə İsrail tarixindən xəbəri olmayan, Osmanlı tarixindən xəbəri olmayan bir qrup başıbozuq adamlar Fələstin məsələsini atırlar ortaya. Halbuki bu Fələstin xalqının bizə aidiyyəti yoxdur. Ümumiyyətlə Osmanlı tarixinin də etdikləri xəyanətlər, 1-ci Qarabağ müharibəsində İran Fars Molla rejiminin Rusiyanın dəstəyi ilə Ermənistana dəstək verməsi və bizim məscidlərdə donuz saxlaması, bundan əlavə Zəngəzur dəhlizinin açılmamasına qırmızı xətt adlandırması və Zəngəzur dəhlizinin üzərində Azərbaycanla Ermənistan arasında Brüssel və Praqa görüşlərindən əldə olunan razılıqlar əsasında sərhədlərinin toxunulmazlığı və sərhədlərin açılması və səfirliklərin açılmasına imkan verməməsi və həmin ərazidə İranın səfirliyinin Qərbi Zəngəzurda səfirliyin açılması və belə bir xəbər də yaydılar ki, Rusiyanın Gümrü şəhərində hərbi bazası Zəngəzura girib və Ermənistanda Paşinyanın parlament seçkilərindəki qələbəsinə qarşı bir xüsusi əməliyyat planlaşdırır. Bu qədər rəzil bir durumdur və indi qəribə bir məsələdir ki, Amerika-İsrail antiterror əməliyyatına başlayıb. Görürəm ki, bir qrup media başlayıblar hürməyə. Yəni mən buna hörmət deyirəm. Burada heç bir real bir vətənpərvərlikdən, real bir vətən keşiyində çəkmək olmaz. Yəni necə olur ki, Fars Molla rejiminin yıxılmasını çağırış edirsiniz, amma ondan sonra da Fars Molla rejiminin yıxılmasına zəmin yaradan müharibədə qarşı tərəf əks hücuma keçir və terrorçuları zərərsizləşdirir. Türklərə qarşı terror həmlələrini törədən Sepah generalları öldürülür. Amma siz utanmadan hələ də həyasızcasına Fars Molla rejimini dəstəkləyirsiniz. Bu nə qədər düzgündür, nə qədər məntiqə uyğundur. Və CNN kanalının da İsrailin baxıram ki, bir başlıq yazıb Reaksiya TV və efirə dəvət elədiyi rəhmətli Əlfəz Elçi bəyin prezidentlik dövründə deməli Bütöv Azərbaycan Birliyinin təmsilçisi olmuş və ölkə prezidentini dəstəkləyən Cahandar Bayoğlu çıxır CNN kanalını İsrailin media kanalı adlandırır və bu qədər mənə elə gəlir ki, təzadlıdır. Çünki CNN kanalı axı Amerika Birləşmiş Ştatlarının rəsmi kanalıdır. Yəni İsrail aidiyyəti yoxdur. Və CNN kanalının yazdığında da həqiqətdir. Yəni əgər Azərbaycan ordusu Pegasus proqramından istifadə edib bir çox xarici kəşfiyyat orqanlarını, Rusiyanın, İranın kəşfiyyat orqanlarının cəsuslarını dinləməyə bacarırsa, bundan gözəl bir şey ola bilməz. Əgər Dövlət Təhlükəsizlik Xidmətindən məlumat ötürülürsə ki, Azərbaycanda İsrailə məxsus sinagoglar,
və xüsusi strateji yerlər dövlətimizin inzibati binalarına İran terror hücumlarını planlaşdırır. Bunun qarşısı alınmalıdır. Bundan gözəl müttəfiqlik və bundan gözəl əməkdaşlıq ola bilərmi? Və ümumiyyətlə bu iki ölkə arasında 44 günlük müharibə zamanı yaranan tarixi əlaqələrin, xüsusilə böyük öndərimiz Mustafa Kemal Atatürkün vəfatından sonra onun xatirəsinə ümumxalq matəm elan edən İsrailin və xüsusilə ərəb əsarətindən türkləri xilas eləmək istəyən və xüsusilə İranın yaratmış olduğu Durzilər, Husilər, Hizbullah, Haçlı Şaibi, Həmas terror qruplaşmalarını zərərsizləşdirmək, bunları təmizləmək və Hürmüz boğazını Amerika Birləşmiş Ştatlarının hərbi neft gəmilərinin nəzarətinə keçirmək əslində bir ölkənin real, beynəlxalq miqyasda terrorçuluqdan və nüvənin zənginləşdirən İranın dünya üçün təhlükə yaradacağını və dünyada xüsusi şahid dronları vasitəsilə demokratik Ukraynanın ərazi bütövlüyünə qəsd edən Rusiyaya dəstək verməsindən göz yummaları və özünə Turançı deyən adamlar göz görə-görə Rusiyanın türk xalqlarına qarşı, Krım tatarlarına qarşı törətdiyi cinayətlər, Aska türklərinə törətdiyi cinayətlər və Azərbaycan türklərinə qarşı 37-ci ildə törətdiyi, Turançılara qarşı törətdiyi repressiyaları görməzdən gəlmələri, 47-53-cü illərdə Qərbi Azərbaycanlıları, İrəvanlıları, Göyçəliləri öz torpaqlarından didərgin etmələrini göz yummaları, 93-cü ildə Azərbaycanın Turançılığa və bütöv Azərbaycan harayını çəkən Həfiz Elçi bəyi devirən Rusiyanın Alfa qrupunun 20 yanvarda Xocalıda törətdiyi hərbi cinayətlərini görməzdən gəlmələri bu qədər ikiyüzlülük olarmı? Bu qədər ləyaqətsizlik olarmı? Buna nə ad vermək olar? Bu nə ləyaqətsiz bir yanaşmadır. Və ümumiyyətlə medialar nəyə görə bir ölkənin, bir dövlətin maraqlarından çıxış edirsə CNN Türk, Azərbaycanın CNN kanalı Azərbaycanın, Amerikanın birgə, İsraillə birgə üçlü bir ölkə olaraq dünyanın yol xəritəsini, dünyada ədaləti, hüququn ali prinsiplərini bərpa eləmək istəyirsə, dünyada avtoritar rejimləri bu coğrafiyadan qovub çıxarmaq istəyirsə, işğalçı rejimləri qovub çıxarmaq istəyirsə, bunun nəyi pisdir ki? Və siz hansı azadlıqdan danışırsınız ki, bugün hələ də Fars əsarətindəsiniz, Çin əsarətindəsiniz, Rus əsarətindəsiniz və özünüz əsarətdən çıxmaq istəmirsiniz. Amerika Birləşmiş Ştatları bugün Çinə qarşı açıq-aşkar iqtisadi müharibə aparır və OpenAI şirkəti vasitəsilə Çinin Çəpitik şirkəti ilə ciddi rəqabət aparır. Facebook şirkəti açıq şəkildə TikTok şirkəti ilə açıq müharibə aparır. Çünki bugün TikTok şəbəkəsi milli mənəvi dəyərlərimizi ölkəmizdə, ailə dəyərlərini məhv eləmək və ölkələrdə demokratik dəyərləri sıradan çıxarmaq yolunu tutur. Və çox qəribədir ki, bugün Facebook şirkəti, Meta şirkəti əksinə ölkələrdə demokratiyanın, söz azadlığının daha da genişlənməsini və azad tribunanın yaradılması, müəllif hüquqlarının qorunması istiqamətində çoxsaylı əmək sərf eləyir. Və belə bir şəraitdə Meta şirkəti hansısa Rusiyanın xüsusi xidmət orqanlarının alətinə çevrilməli deyil və Elon Musk məhz öz üzərinə götürərək xarici sərmayədarların, Çinin və İranın və Rusiyanın Meta şirkətini ələ keçirmək planlarını darmadağın elədi. Və Telegram demək olar ki, şəbəkəsinin də Fransada bilirsiniz ki, darmadağın elədi. Bundan əlavə Fransada Rusiyaya məxsus, Rusiya xüsusi xidmət orqanlarına işləyən sapı özümüzdən olan baltalar, vətən xainləri
Fransa məhkəməsi tərəfindən, Ren məhkəməsi tərəfindən xaricdə yaşayan bloger Made in Azərbaycan TV-nin baş redaktoru Məhəmməd Mirzəliyə qarşı edilən sui-qəsdi ifşa olundu və onlar barəsində məhkəmə qərarı çıxarıldı. 30 il həbs qərarı verildi. Bundan əlavə Azərbaycanda yerli məhkəmələrdə Rusiya tərəfdə döyüşən 3 nəfər sapı özümüzdən olan baltalar, xalq düşmənləri Ukraynanın dəstəyi ilə, Ukraynanın prezidenti Zelenskinin Qəbələyə səfərindən sonra onların Azərbaycana ekstradisiyası baş verdi və onların barəsində məhkəmə qərarları 5 il həbs qərarı verildi. Belə gözəl addımların atıldığı bir vaxtda Amerikanın, İsrailin İrana qarşı antiterror əməliyyatlarının və xüsusilə İranın yaxın şərqdə törətdiyi terror həmlələrinin qarşısını almaq istəyir. Bunun qarşısını almaq istəyir və istəyir ki, burada ölkələr azadlığa çıxsınlar. Türklər azadlığa çıxsın, İranda azadlığa çıxsın, Rusiyada azadlığa çıxsın, Çində azadlığa çıxsın. Belə bir fürsətin yarandığı bir vaxtda giz-giz, mənasız düşük videolar çəkərək Amerika haqqında, İsrail haqqında, CNN haqqında giz-giz, mənasız, düşük səviyyəsiz bir təbliğat aparmaları nəyə lazımdır? Təsəvvür edin ki, Ermənistanda baş verən demokratik dəyişikliyə görə Paşinyan Türkiyə Cumhuriyyətinin prezidenti hörmətli Rəcəb Tayyip Ərdoğana və ölkəmizin prezidenti cənab İlham Əliyevə təşəkkür eləyir. O biri tərəfdən Özbəkistanın prezidenti, Qazaxıstan prezidenti, Amerika Birləşmiş Ştatlarının prezidenti, Gürcüstanın sabiq prezidenti və hazırki baş naziri təbrik məktublarını ünvanlayır. Və təbriklərin sayı bitmir. Belə bir gözəl bir platformanın, gözəl bir ab-havanın yarandığı bir vaxtda Rusiyanın xüsusi xidmət orqanlarına işləyən Baku TV kanalı millət vəkillərini çağırır efirə və başlıq yazır ki, Ermənistanda demokratiya imitasiyası. Hansı imitasiyadan danışırsınız? Nə qədər seçki məntəqələrində total saxtakarlıqların qarşısı alınıb və onlar barəsində cinayət işi açılıb. Hələ seçki prosesi başlamamış saxtakarlıq eləyən insanların barəsində xüsusi əməliyyatlar keçirir. Yəni, utanın yerə girin. Heç olmasa, bu barədə heç olmasa danışmayın. Öz ölkənizdə nə qədər seçkilər saxtalaşdırılıb, parlament seçkiləri, bələdiyyə seçkiləri, prezident seçkiləri saxtalaşdırılıb, hətta konstitusiyaya əlavələr, dəyişikliklərlə bağlı seçkilər və bir çox seçki məntəqələrində total saxtakarlıq edilib. Təkcə 2020-ci ildə 4 seçki məntəqəsi məhz bu səbəblərə görə, saxtakarlıqlara görə ləğv olunub. Belə bir biabırçılıqları öz ölkənizdə yaşayırsınız, utanmadan hələ Ermənistanı qınayırsınız, Ermənistana lağ eləyirsiniz. Yəni, bu qədər həyasızlıq, bu qədər rəzillik olarmı? Və utanmaq lazımdır. Və bir şey də deyim ki, dostlar, mən nə ailəmdə, nə də digər çevrəmdə olan insanların heç bir mənasız bir ictimai qınağından da qorxası deyiləm. Mən bir çox təqsirlənən şəxslərin və dünyada beynəlxalq təşkilatlar tərəfindən tanınan siyasi məhbusların məhkəmə proseslərinə gedirəm və prosesləri obyektiv şəkildə jurnalist etikasına uyğun olaraq şərhlər yazıram və bu şərhlərə görə mən məsuliyyət daşıyıram. Ona görə də mən Difai Təşkilatının qurucusu Əhməd Bəyoğlu'nun yolu ilə gedən bir təşkilatın nümayəndəsiyəm və ona görə də mənim yer gəlmişəm bugün bizim Xural TV-nin baş redaktoru Əvəz Zeynallının yeni kitab marafonunda iştirak edəcəm və bundan əlavə saat 4-də eksklüziv olaraq açıqlama vermək istəyirəm ki, bu Ağır Cinayətlər Məhkəməsində Müdafiə Xətti İnsan Haqları Təşkilatının təsisçisi Rüfət Səfərovun məhkəmə prosesində iştirak edəcəm. Ona görə də mənim heç kimdən nəyisə gizlətmək, nəyisə qorxmağın, çəkinməyimə ehtiyac yoxdur. Mən rüşvət almamışam, xaricdən qrant almamışam və heç bir zaman dövlətimə, millətimə, xalqıma, qanunlarıma xəyanət eləməmişəm, qanunları pozmamışam ki, nədəsə qorxum, nədəsə çəkinim, haradasa gizlənim. Yol hərəkəti qaydaları pozmamışam və yaxud hansısa konstitusiyaya zid addımlar atmamışam, konstitusiyaya zid çağırış eləməmişəm ki, nədəsə qorxum, nədəsə çəkinim.
5 dəfə ölkə prezidentinə səs vermişəm və heçdən peşman da deyiləm. Və düşünürəm ki, biz hər birimiz cənab prezidentin əfv fərmanını gözləyirik. İnşallah amnistiya düşəcək 400 nəfər hamısı azadlığa çıxacaqlar. Bunun səbirsizliklə gözləyirəm. Bunun da bir yolu da Rusiyada baş verəcək hadisələr, Rusiyada baş verəcək rejim dəyişikliyi, Rusiyada avtoritar rejimə son qoyulması, dünyada avtoritar rejimlərin son qoyulmasına sonra baş verəcək. Mən düşünürəm ki, buna az qalıb və Rusiya ağır məğlubiyyəti dadacaq. Rusiya bütün işğal olunmuş Ukrayna ərazilərini, Moldova, Gürcüstanın ərazilərini mütləq boşaldacaq. Və buna artıq mənə elə gəlir ki, fürsətlər yaranıb və digər tərəfdən İsrail İrandakı Fars Molla rejiminə son qoyacaq. Fikir vermişsinizsə, Pezeşkiyanla bağlı İsrailin, Amerikanın hər hansı bir açıqlaması yoxdur. Çünki Pezeşkiyanın demokratik seçildiyini və Azərbaycan Türkiyə olduğunu nəzərə alaraq, Türkiyə ilə yaxın münasibətlərinin, Azərbaycanla yaxın münasibətlərinin olduğunu nəzərə alaraq, Fars Molla rejiminə xidmət etmədiyini nəzərə alaraq, ona qarşı heç bir addım atmayacağını bildiriblər. Ona görə də dostlar, mən hesab edirəm ki, bizim mövqeyimiz qətidir və biz mövqeyimizdən əl çəkməyəcəyik. Biz İsraili dəstəkləyirik, Amerikanı dəstəkləyirik, Azərbaycanın, Türkiyəni, Turançılığı, Avropa inteqrasiyanı dəstəkləyirik. Biz böyük mütəfəkkirlərimizin, böyük yatçılarımızın, böyük siyasət adamlarımızı dəstəkləyirik və biz heç kimdən qorxmuruq, heç bir terrordan qorxmuruq. Kimsə bizə qarşı heç nə edə bilməz. Biz hər cür terroristçılığa qarşı, bizim dövlətimizə qarşı, xalqımıza qarşı, prezidentimizə qarşı hər hansı bir terror həmləsi cəhdini edəcəksə bunun qarşısını biz alacaq. Buna imkan verməyəcəyik. Ölkəmizdə sabitliyi pozmaq istəyən bəzi Moskva-pərəst, Fars-pərəst, Tehran-pərəst qüvvələr, Pekin-pərəst qüvvələr var. Onlar ölkələrdə avtoritar rejimləri yaratmaq istəyirlər. Ölkələrdə avtoritarlığı yaratmaq istəyirlər. İsrarla Azərbaycanda Rus məktəblərini saxlamaq istəyirlər. Buna imkan verməyəcəyik. Biz inanırıq ki, Azərbaycanda Rus məktəbləri rədd olub gedəcək. Özünə saxta vətənpərvər deyən, saxta turancı deyən, saxta ziyalı deyən adamlar onlar ifşa olunacaqlar və onlar cinayət məsuliyyətinə cəlb olunacaq. Onların da yəqin ki, efirlərdə, yaxın günlərdə görəcəksiniz, onların artıq efirlərdə görməyəcəksiniz. Baxın, mən bir ekspert qabağıma çıxdı. Bünyamin Qəmbərli adlı bir dələduz bir bloger, nə bilim, bu politolog çıxıb qabağımıza. Ağzına gələni danışır və özü də bilmir nə danışır. Və belə saxta ekspertlər var. Düzdür, mən sabah Bütöv Azərbaycan uzaqlarında olacam. Bizim dəyərli teleaparıcı və mənim ən hörmət elədiyim, uzun illər sizin saat proqramını izlədiyim və ən sevdiyim, ən hörmət elədiyim vətənpərvər, Ukraynanı dəstəkləyən, İsraili dəstəkləyən, Avropa demokratiyasını dəstəkləyən, Turançılığı dəstəkləyən Əlfəz Elçibəyin müşaviri olmuş Kamran Əsərli ilə görüşəcəm. İnşallah bu görüş də mənim üçün bir uzun müddət, uzun səbirsizliklə gözləyirəm və səbirsizliklə belə bir görüş istəyirəm, iştirak edim. Bilirsiniz ki, biz təşkilat olaraq Ümumdünya Şəhərsalma Forumunda iştirak elədik. İctimai televiziyanın son əlaçı Təhsil Nazirliyinin təşkil elədiyi, Elm Təhsil Nazirliyinin təşkil elədiyi əlaçı verilişinin və ötən günlər verilişinin qonağı olduq və təsəvvür edin ki, İctimai televiziyanın ən uğurlu layihələrdən biri olan ötən günlər verilişində biz bizim milli mənəvi dəyərlərimiz sayılan aşıq sənətinin Kərim İncəli adlı bizim böyük ozan aşığımızın yaradıcılıq gecəsi idi və ondan əlavə Azərbaycanda ilk muğam teatrını yaradısan Arif Qaziyevin, üzr istəyirəm, xatirəsinə həsr olunmuş bir gecə idi və həmin
tədbirdə, həmin verilişdə bizim xalq artistimiz Nasibəli Dostəliyeva və Könül Kərimova qonaq və xalq şairimiz Baba Vəziroğlu da verilişdə iştirak edirdi və çox maraqlı bir və orada bizim böyük xalq artistimiz və korifey sənətkarımız İlqar Muradovun ifasında çox möhtəşəm bir veriliş baş tutdu və nə yaxşı ki, İctimai Televiziya bunu YouTube kanalında yayınladı və bizim əslində cəmiyyətə nümunə ortaya qoyduğumuz bir məsələ var. Biz milli maraqlarımızı, dövlətimizin maraqlarını hər şeydən öndə qoyuruq. Biz heç şeylə satılmırıq və biz heç bir maraqlarımızı heç nəyə qurban vermirik. Biz heç bir zaman düşmən qüvvələrə, yad ellilərə xidmət etməmişik və biz hər zaman bu millətin, bu dövlətin keşiyində dayanmışıq. Ona görə kimsə bizi hansı tərəfə çəkmək istəyirlər və bizi yolumuzdan döndərmək istəyirlər. Yer gəlmişəm, gördüyünüz kimi bizim hətta Ukrayna bayrağı, Ukraynanın bayrağını da, bax, Avropa İttifaqının, NATO'nun və Azərbaycan bayrağıdır, gördüyünüz kimi. Və biz bu dəyərləri heç bir halda kiməsə qurban vermək fikrinizdə deyilik və biz bu dəyərlər üzərində təbii ki, siyasətimizi, təşkilatımızın siyasətini yürüdürük və ona görə bizi bu məsələlərdə harasa çəkmək istəyən, bizi yolumuzdan döndərmək istəyən, bizi hansısa qeyri-qanuni və bizi reketçiliyə, bizi rüşvətxorluğa, korrupsionerliyə, hansısa xarici maliyyə mənbələrinə cəlb eləmək istəyən insanlar bilsinlər ki, biz bu yola getməyəcəyik. Və ona görə də biz yolumuzdan heç vaxt dönməyəcəyik və son damla qanımıza qədər bu vətən üçün, bu dövlətimiz üçün, Türk milləti üçün çalışacaq. Ona görə də hər birinizə təşəkkür edirəm. Qarşıdan gələn 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm və Azərbaycanın Respublikasının 3-cü prezidenti Heydər Əliyevin yer gəlmişən musiqili komediya teatrı, musiqili teatrda çox möhtəşəm bir dövlət tədbiri və konsert proqramı keçirildi və orada Yeni Azərbaycan Partiyasının çox sayda təmsilçiləri iştirak edirdi və biz də bunu səhifəmizdə paylaşdıq, işıqlandırdıq. Biz təbii ki, kimlərsə Azərbaycan dövlətçiliyinə xidmət edirsə və bizə, dəyərlərimizə və bizim tarixi şəxsiyyətlərimizə dəyər verirsə, biz onları paylaşırıq və insanlara dövlətçiliyin nə olduğunu, dövlətçiliyin təməllərini insanlara təqdim edirik. Ona görə bizim paylaşımlarımızda da görürsünüz ki, nə qədər insanlar izləyirlər, nə qədər paylaşımlarımızdan razılıq əldə edirlər, razılaşırlar və fikirlərimizlə razılaşmayanlar başa düşsünlər ki, biz hər bir şeyi elmə söykənərək, beynəlxalq hüquqa söykənərək, yer gəlmişəm bu yaxınlarda biz Mustafa Kemal Atatürk'ün yeni kitabını, onun kəşfiyyat orqanlarına aid yeni kitabı biz sifariş elədik və bu kitab deməli Ümid Doğanın müəllif olduğu kitabdır. Bu kitabda Mustafa Kemal Atatürk'ün kəşfiyyat fəaliyyəti haqqında çox sayda məlumatlar var və burada çox gizli deməli məsələlər toxunulub və bizim gənc yazıçılardan, feminist yazıçılardan Aysel xanım Əlizadənin Xoşbəxtlik haqqında kitabı da biz yaxınlarda əldə elədik və Azərbaycan Yazıçılar Birliyində bizim dəyərli Zəhra xanımın əslən Zəngilan şəhərində Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü Zəhra Məmmədovanın kitab təqdimatında iştirak elədik və burada Zəngilan batalyonunun komandirləri də Zəngilana səfəri ilə bağlı bir xatirə şəkli var və bu 1-ci və 2-ci Qarabağ müharibəsinə həsr olunmuş bir kitabdır və bizim də əslində təşkilatımızın da sözsüz ki, bax burada gördüyünüz kimi bizim
imzalanmış kitabdır və biz həm də yer gəlmişəm Prezident Kitabxanasının da oxucusu kimi bu tədbirə təşrif buyurmuşduq. Və biz də giriş sözümüzdə difai haqqında, bizim təşkilatımızın məqsədləri haqqında danışdıq. Və yeri gəlmişəm biz Bəstəkarlar İttifaqına da müraciət elədik. Xahiş elədik ki, bizim böyük bəstəkarımız Üzeyir Hacıbəyovun jurnalistika fəaliyyətinə aid tədbir keçirək və mətbuat xidmətinə əlaqə saxladıq, lakin bizim telefonlarımıza cavab vermədilər. Və biz də belə bir çarəsizlikdən özümüz canlı yayımızda bu mövzuda, yəqin ki, Gənclər Təşkilatları ilə Üzeyir Hacıbəyovun xatirə günündə biz jurnalistika ilə rolu haqqında tədbir keçirmə fikrimiz var, onlayn tədbir keçirmə fikrimiz var. Mənim deyəcəyim bu qədər dostlar. Ona görə mən bəzi insanları görürəm ki, boş-boş, mənasız, düşük işlərlə məşğul olurlar və ya da şort məsələsini atdılar ortaya. Çox mənasız bir söhbətdir. Çünki burada çox yersiz bir mübahisə aparırlar. Kimisə geyiminə, kimisə həyat tərzinə qarışmaq ədəbsizlikdir, əxlaqsızlıqdır. Ümumiyyətlə, bu gənclərimizin yaxasından nə vaxt əl çəkəcəklər, mən anlaya bilmirəm. Çünki bu gənclərin günahı nədir? Bu gənclər Nizami Kinoteatrına hər hansı bir öz azadlığını, öz azad düşüncəsini ifadə eləmək istəyir. Bu xuliqan Sovet nəsli Nizami Kinoteatrı elə təqdim edirlər sanki bir tarixi abidədir. O mənim üçün tarixi abidə ola bilməz dostlar. Bu adi bir əyləncə xarakterli bir kinoteatrdır. Ora hər kəs iştirak edə bilər. O nə tarixi abidədir ki, orada bir dənə də olsun Azərbaycan Respublikasının dövlət bayrağı yoxdur. Nətər olur ki, yəni Nizami Gəncəvi məyəm Azərbaycan xalqının, Azərbaycan türkünün şairi deyilmi? Niyə o həmin binanın üzərində Azərbaycan bayrağı yoxdur? Axı bu nə qədər tarixi əhəmiyyətli bir abidədir. Bu Şirvanşahlar Sarayı deyil, Qız Qalası deyil. Bunun hər hansı bir Sovet hökumətinin geydirmə bir Sovet hökuməti var. İşğalla gəlib 11-ci Qırmızı Ordu ilə Azərbaycanın ziyalılarını 37-ci ildə güllələyən, 383 nəfər zabiti güllələyən bir işğalçı, bir terrorçu bir rejimin yaratmış olduğu bir kinoteatrın bizə nə aidiyyəti var? Bunun nəyi tarixi abidədir? Mən ona tarixi abidə deyərəm ki, orada Azərbaycanın müstəqilliyi və dövlətçiliyinə dair sənədlər ola və orada bir tarixi əhəmiyyətli bir abidə ola. Hanı Səfəvilərin Bakıda sarayları? Səfəvilərin Bakıda sarayları olur. Niyə o saraylar olmamalıdır? Niyə Qacarların Şuşada sarayı olmamalıdır? Niyə Nəcəf bəy Vəzirovun, Firidun bəy Kösərlinin, Əhməd bəyoğlunun muzeyləri olmamalıdır? Nəyə görə bu Sovetin zirzibilləri, tör-töküntüləri Azərbaycan işğal eləməlidir? Zehniyyətimizi işğal eləməlidir. Və bu adamlar televiziyanı işğal eləyiblər, partiyaları işğal eləyiblər. Zehniyyətimizi işğal eləmək istəyirlər. Bu zehniyyətdə, bu xəstə zehniyyətdə insanları elə maşdağaya salıb, dəlixanaya salıb ömrü çürütdürmək lazımdır. Nə qədər olacaq? Nə qədər bunlara dözəcək? Nə qədər bunların qeyri-qanuni əməllərinə dözəcək? Şəhərə çıxmaq olmur, qardaş. Dostlar, şəhərin əlində siqaret tüstüsündən tərpənmək olmur. Sonra da başlayırlar ki, yağışlı havadır və kanalizasiya həddindən çox. Əlbəttə də olacaq, çünki şəhəri zibilləyirsiniz. Siqaret tüstülərinin biz nə qədərini zibil qutularına atmaqdan yorulduq və çox dəhşətli bir mənzərə var cəmiyyətdə. Və bunu dövlətimiz eləmir, bunu siz eləyirsiniz. Və ona görə də belə məsuliyyətsiz hərəkətlərinizə son qoyun. Yoxsa ağır cərimələr, dövlətimiz tərəfindən ağır cərimələr sizə gözləyəcək. Sonra gileylənməyin ki, nəyə görə dövlətimiz sizə cərimə tətbiq edir. Axı siz özünüz bu qanunları, özünüzün referenduma gedib səs verdiyiniz qanunlara niyə məhəl qoymursunuz? Özünüz gedib saxtakarlıq etdiyiniz, seçkilər saxtalaşdırdığınız və utanmadan gəlib bizə ədəb, ərkan dərsi deyirsiniz, namus dərsi verirsiniz. Gedib saxtakarlıq edirsiniz, şəhidlikdən danışırsınız, qazilikdən danışırsınız.
Namusdan danışırsınız, qeyrətdən danışırsınız. Sizin mənliyiniz varmı, ləyaqətiniz varmı? Siz hələ utanmadan bu hərəkətlərə yol verirsiniz. Hələ gəlib efirlərdə kişiləri təhqir edirsiniz ki, nə bilim uşaqbulu verənlər kişiliyi yoxdur, nəyim yoxdur. Sizin kişiliyiniz varmı ki, milləti təhqir edirsiniz? Bu nə yanaşmadır? Ya deyin ki, niyə uşaqbulu verilmir, bunu izah eləyin. Adam kimi izah eləyin, biz də bilək niyə görə. Səbəb nədir? Səbəb mən də deyim sizə niyə. Mən bunu 100 dəfə izah eləmişəm. Səbəb odur ki, əhalinin sayı azalıb. Əhalinin maaşı aşağıdır və ona görə uşaqbulu verilmir. Uşaqbulu verilməlidir məsələsinə gəldikdə isə uşaqbulu demokratik ölkələrdə ona görə verilir ki, əhalinin çox olduğu ölkələrdə niyə verilir? Çünki orada artıq insan sayı artır. Hindistanda, Çindəki kimi və yaxud da Rusiyadakı kimi ərazisi böyükdür. Ona görə uşaqbulu verilir. Və yaxud da Ermənistanda kiçik əhalinin maaşları yuxarıdır, yüksəkdir. Həm də ki, onların böyük bir hissəsi diaspora səviyyəsində maliyyələr gəlir. Ona görə də onlar yaxşı yaşayırlar. Bədbəxt olub bədbəxt. Sən şəhəri zibilləyirsən, şəhəri pis günə qoyursan, sonra gedib Avropanı pisləyirsən. Avropada niyə şəhər bu günə düşmür? Çünki insanlar sizin kimi pinti deyirlər, şəhəri zibilləmirlər. Şəhərdə qoyulan qaydalar var, qanunlar var, buna əməl eləyirlər. Yazdıqları qanunlara, səs verdiyi, qəbul etdiyi qanunlara hörmətlə yanaşırlar. Bizim bəzi cahillər, özünə ziyalı deyən adamlar qəhrəman kəsilirlər, başlayırlar deməli deputatları qınamağa ki, niyə deputatların maaşı 18 mindir, niyə nazirlərin maaşı 18 mindir? Axı siz bu gün cəmiyyəti şəhəri zibilləməklə məşğulsuz. Küçədə söyüş söyürsünüz, küçədə ağzınıza gələni danışırsınız. Azərbaycanın vətənpərvər oğullarını təhqir edirsiniz, seçkiləri saxtalaşdırırsınız. Nə bilim, insanların hüquqlarını tapdalayırsınız, insanların geyiminə burnunuzu soxursunuz. Axırda nə olacaq? Dilənçiliklə cəmaatın bütün əxlaqi dəyərlərini pozursunuz. Utanmadan hələ durub nazirlərimizi, dövlətimizin seçkili orqanlarına dil uzadırsınız. 92-93-cü illərdə siz deyilmiydiniz ki, bir tikə çörəyə görə siz torpaqlarımızın 20%-ni düşmənin qabağına verdiniz və sıçan kimi qaçdınız torpaqlarına. Döyüşsüz getdiniz torpaqları təmiz bizim xalqımızın seçdiyi prezidentimizi Əfəz Elçi bəyin devirdiniz və şərəfsizcəsinə durub hələ də danışırsınız, dilinizlə danışırsınız. Bir tikə çörəyə görə gedib torpaqlarımızı satdınız, hələ üstəlik bizim Elçibəy kimi təmiz, vicdanla işləyən insanlara hakimiyyəti istifaya çağırdınız. Sizin mənliyiniz varmı? Və utanmadan hələ çıxıb bizə sosial problemlərimizdən danışırsınız, nə bilim, acından ölürük. Nə acından ölürük? Yalancının atasını elədir, siz acından ölürsünüz. Acından ölürsünüz ki, bütün şəhərdə maşınların əlindən tərpənmək olmur. Ən bahalı evlərdə yaşayırsınız. Yuxarı göydələnlərdə yaşayırsınız. Ən yüksək səviyyəli internet provayderləriniz var. Kreditlər alırsınız, maşın alırsınız və şəhəri tərpənmək olmur sizin əlinizdən. Siqaret tüstülərindən tərpənmək olmur. Nətər acından ölür? Siz baxın Afrika ölkələrinə. Dünyada heç kim acından ölmür. Yəni, bugün acından ölən ölkə yoxdur. Hətta bugün sudan əziyyət çəkən, su qıtlığı yaşayan ölkələr var ki, bugün BMT tərəfindən onlara yardımlar gəlir. Demokratik ölkələr o ölkələrə yardım edir və o ölkələrdə də hakimiyyət dəyişikliyi baş verir. Və bəli, avtoritar rejimlər Şimali Koreya kimi, Rusiya kimi, Çin kimi avtoritar rejimlərdə əlbəttə ki, acından ölmək normadır. Amma bizim kimi 92-ci ildə xalq tərəfindən seçilən prezidentimiz var. Bugün 92-ci ildən bəri ölkədə prezidentlər seçilir və təbii ki, konstitusiyaya görə artıq 7 ildən bir ölkə prezidenti dəyişir və müharibə dövründə seçkilər keçirilmədiyi üçün 2024-cü ildə prezident seçkiləri keçirildi. Ona görə də ağzınıza gələni danışmayın və insanlara
Bildiniz, bilmədi, boş-boş mənasız vaxtımızı ayırmayın, vaxtımızı almayın. Biz sizin mənasız söhbətlərinizdən cana doymuşuq. Baxırıq ki, şəhərə çıxırlar, başlayırlar gül satmağa və həmin o turistlərə narahat eləməyə. Və kişiliyiniz, ləyaqətiniz var, gedin ruslara, o fərarili yerin ruslara bir şeyliyində, söz deyində, yəni cəsarətiniz çatmır. Onlara bir dil uzadasınız, onlara məcbur eləyəsiniz ki, Azərbaycan dilini öyrənsin. Ona görə də mən bu adamlara sadəcə yazığım gəlir. Sadəcə bədbəxt adamlardılar. Və bu adamlara sadəcə bir şey izah edirəm. Heç olmasa getsinlər, internetlər qabaqlarında konstitusiyanı oxusunlar, cinayət məcəllələrini oxusunlar, cinayət prosedural məcəllələri oxusunlar, inzibati xətalar məcəlləsini oxusunlar və müəyyən dərəcədə savadlarını artırsınlar. Ən azından ali təhsilləriniz varsa, bədii kitab oxusunlar, ən azından kitabxanalara getsinlər, muzeyə getsinlər və nə qədər imkanınız varsa, yəni heç olmasa boş vaxtınızda aşırı vaxtınızda bir maraqlı bir həyat tərzi sürün və bir pozitiv bir həyat yaşamaya çalışın və sosial problemlərinizi də həllini ağlınızla, savadınızla, biliyinizlə, intellektinizlə pul qazanmanın bir legal, halal yolunu da axtarın. O qədər gözəl bir ölkənin yeraltı, yerüstü sərvətləri ilə dolu bir məmləkətin, zəngin bir məmləkətin acından ölürəm deməsi sadəcə gülməli və axmaq görünür. Bəli, xüsusi öyrədilmiş adamlar var, deyirlər ki, acından ölürəm. Halbuki onlar ən yaxşı yaşayırlar. Avropada o yaşayan blogerlərdə heç bir acından ölmür. Onlar çox yaxşı yaşayırlar və onlar oturum da ala bilirlər. Gedirlər Rusiya səfirliyinin qabağında sünəlirlər və oradan təlimatlar alırlar və oradan da sonra təlimatlar alandan sonra da bilirsiniz ki, onlar prokurorluq tərəfindən barələrində cinayət işləri açılıblar və onlar hələ də gizlənirlər və milləti, prezidentimizi söyməklə məşğuldular və çox təəssüflər olsun ki, onlara ümumiyyətlə heç bir xalqımız qoşulmur, onlara qoşulmayacaqdır. Çünki bunlar Rusiyanın əlaltılarıdırlar. Bu yaxınlarda bir Tural Sadıqlının bir çıxışı mənim qabağıma çıxdı. Deməli, bu utanmaz gəlib bizim vicdanlı jurnalistimiz Bayraqdar Info saytının baş redaktoru Azər Həsrəti söyür, təhqir edir. Nədir deyir ki, Rusiya ordusunda döyüşən şərəfsizlərin içində Qarabağımızı Rus tapdağından xilas eləyən 2-ci Qarabağ qazisi utanmazcasına Qarabağımıza bəla gətirən Rusların gedib tərəfində döyüşmək şərəfsizlikdir. Və çox qəribədir ki, bu sözü deyən Azər Həsrətə dəstək vermir. O Azər Həsrət ki, Eymar Hüseynovun qətli ilə bağlı ən ağır ittihamlar irəli sürmüşdür. Ramiz Mehdiyevin ünvanına, Əli Həsənovun ünvanına. Onlar hələ vəzifədə idilər o vaxtı. Və bu faktları açıq şəkildə mətbuat mərkəzində Leyla Yunus da həmin tədbirdə iştirak edirdi və açıq şəkildə bunu demişdi. Yəni, Azər Həsrətin mövqeyində dəyişiklik yoxdur. Azər Həsrət çox vicdanlı bir jurnalistdir, vətənpərvər jurnalistdir, çox intellektual jurnalistdir. Mən həmişə onun vətənpərvərliyinə, turançılığına və demokratik düşüncəsində, demokratik şuurunda milli maraqlarımızı, dövlətimizin maraqlarını hər şeydən öndə gördüyünü mən həmişə şahid olmuşam. Belə ləyaqətli insanların qədir qiymətini bilmək lazımdır. Kimsə prezidenti dəstəkləyirsə, o düz əqidədə, o sağlam əqidədə olan insandır. Normal ağlı başında olan, öz bayrağının, öz dövlətimizin bayrağının altında yaşayan bir insan gedib Putini və yaxud da Pezeşyanı dəstəkləməli deyil ki. Və bir şey də deyim ki, vaxtilə Sevinç Osman qızı da Vladimir Putin heyranlığını göstərirdi. Görürsünüz də onun efirində senzurasız rus dilində tərcüməsiz Putinin mətbuat konferanslarını göstərir. Amma siz fikir verin, Zelenskinin yalnız Milli Fədali Hərəkatından başqa heç bir rəsmi səhifələr Zelenskinin geniş miqyaslı mətbuat konferanslarını yayımlamır. Ukrayna ilə bağlı
paylaşımlarına sən Sevinç Osman qızı kanalında nə də digər bu gün özünə bloger deyən mediaların heç birində rast gələ bilməzsiniz. Budur sizin Avropa inteqrasiyanız, budur sizin demokratiyaya göstərdiyiniz şücaət, göstərdiyiniz əmək. Biz demokratiya uğrunda mübarizə aparanlarını da dəstəkləyirik. Bu gün onları məhbusxanada və məhkəmə önündə nələr danışdıqlarını, nələr dediklərini hamısını gözümüzdən görürük, iştirak edirik, heç kimdən gizlənmirik, heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik. Çünki bizim qorxacağımız, çəkinəcəyimiz heç nə yoxdur. Bizim əyri işimiz yoxdur. Biz hansısa bir əyri yeraltı dünyasının, mafiya dünyasının adamı deyilik, olmamışıq. Bugünə qədər heç bir mafiya qruplaşmalarında yer almamışıq. Onlara nə salam vermişik və vicdanlı icra başçılarımızla görüşmüşük də, salamlaşmışıq da. Həmin o Adil Əliyev bizim dəyərli millət vəkilimiz olanda Türk dövlətlərin, Türk birliyinə, turançılığa, Türk millətinin sevdalısı olub və 44 günlük müharibədə bizim qazilərimizə qayğı göstərib, diqqət göstərib. O Araz Musayev deyil miydi? Bizim bir feminist qadına qarşı bir kampanya aparmışdı. Nərmin Şahmazadə bildirmişdi ki, məhkəmədə, daha doğrusu statusundakı müharibədən əvvəl Mübariz İbrahimov haqqında xoşa gəlməyən bir ifadə səsləndirmişdi. Məhkəmə önündə biz də əslində o vaxt Araz Musayevin mövqeyini dəstəkləyirdik. Ümumiyyətlə, mən də dəstəkləyirdim o mövqeyi. Orada Nərmin Şahmazadənin mövqeyini dəstəkləmirdim. Məhkəmə qərar çıxartdı ki, 400 manat xidmətə göndərilsin və Nərmin Şahmazadə bəraət aldı və qaçdı Fransaya. Hal-hazırda Meydan TV-nin Fransa şöbəsində rəhbərdir. Və Nərmin Şahmazadə məhz bizim feminizmin ən savadlı, ən ləyaqətli bir nümayəndəsi kimi, demokratiyanın müdafiəçisi kimi, carçısı kimi, demokratiya uğrunda mübarizə aparan media nümayəndələrini qeyri-peşəkarlıqda ittiham elədi və haqlı ittiham elədi. Və sonra bizim prezidentimizin gəlini Ukraynalı olduğuna görə və Ukraynada bizim 44 günlük müharibədə yanımızda olduğuna görə, Ukraynalı vətəndaş olduğuna görə, Mehman Hüseynovun Ukraynalı bir gəlinin qarşı kampaniya apardığına görə, çirkin kampaniya apardığına görə Nərmin Şahmazadə ilə bir Düz Danışaq TV-də bir debatı oldu və bizim hörmətli jurnalistimiz Mirşahin də Alyona Aliyevanın Ukraynalı vətəndaş olduğuna görə milli namus adlandırdı. Çünki həqiqətən Ukrayna bizim namusumuzdur. Çünki Ukrayna bizim tarixən Xəzər xaqanlığının parçası olub. Ukrayna uğrunda bizim soydaşlarımız canlarını ortaya qoyublar. Ukrayna bizim hər zaman dərdimizə dərman olublar və bu gün də Azərbaycan ordusunda xidmət eləmişlər. Ukrayna ordusunda xidmət edirlər. Ukrayna tərəfdə Ukrayna uşaqlarının, hətta bizim Heydər Fondunun dəstəyi ilə onlar Azərbaycana da təşrif buyurublar. Sözümüz canı ondadır ki, Nərmin Şahmazadə də dövlətçilik mövqeyindən çıxış eləyəndə bir qrup insanlar var ki, anarxistlər başlayırlar fəallıq göstərməyə və Azərbaycan dövlətçiliyinə qarşı çıxış eləməyə. Biz belələrdən olmaq istəmirik. Biz Azərbaycan dövlətçiliyinə heç bir zaman qarşı çıxmayacaq. Heç kim bizə bu yoldan döndərə bilməz. Özünə bir xalq parlamenti deyən qruplaşmalar da gördünüz ki, məhz Emin Hüseynovun cənab prezidentimizə sual ünvanlandığına görə, vitse-prezidentimizə sual ünvanlandığına görə çox sağlam, savadlı, vətənpərvər sual ünvanladığına görə və onu dəstəklədiyinə görə, yəni konkret Abid Qafarov burada Ukraynaya dəstək bildirdi, demokratik dünyanın birisi Almaniyada Ukraynaya dəstək bildirmişdi, Almaniya Azərbaycan ərazi bütövlüyünü tanımışdı və belə bir şəraitdə Qurban Məmmədov Moskva-pərəst mövqeyinə görə Xalq Parlamentindən Abid Qafarovu məhz Xatirə Cəbrayıl vasitəsilə qovdu.
və Azerifoc adlı bir media qrupu yaratmaq məcburiyyətinə qaldı. Yəni sözüm canı ondadır ki, dostlar, belə kampaniyalar həyata keçirən insanlara çox da güvənməyin. Və Əli Oğuz çox doğru vurğuladı ki, Fərid Salmanovun Rusiya xüsusi xidmət orqanlarının əlaltısı olduğunu Qurban Məmmədov şişə eləmişdi. Sağ olsun, Qurban Məmmədov bu məsələdə dövlətçilik mövqeyindən çıxış edərək bizim dövlət təhlükəsizlik xidmətinə məlumatlar ötürdü. Əlbəttə bu çox düzgün addım idi. Çünki hər halda İngiltərədə yaşayasan və Azərbaycan dövlətçiliyinə mütləq xidmət eləməlisən. İngiltərə bizim 94-cü ildə imzalanan əsrin müqaviləsi ilə Azərbaycanın təbii müttəfiqidir və hər bir xaricdə yaşayan soydaşlarımız hansısa formada dövlət təhlükəsizlik xidmətinə Rusiya ilə əlaqəsi olan insanları ifşa eləmək üçün məlumatları verməlidir. Bu çox normal bir şeydir. Fərid Salmanov kimi vətən xainləri, xalq düşmənləri, Azərbaycan dilində düzəməli danışa bilməyən bu vətən xainlərini ifşa eləmək lazım idi və bu adam gəldi, quzu kimi, quzu gəldi Bakıya və bu adam bizim hörmətli, dəyərli jurnalistimiz Mir Şahinin qarşısında quzu oldu. Və gördüyünüz kimi bu adam indi hal-hazırda təcridxanadadır və bu adamla bağlı ömürlük artıq həbs qərarı verilib. Çünki Alyona Əliyevanın Ukraynalı olması həmin Fərid Salmanov kimi Moskva-pərəst mövqeli insanları ciddi narahat eləmişdi. Və Moskva Rusiyanın maraqlarına çıxış eləyən insanlar çox fəal şəkildə çirkin kampaniya aparmışdı. Azərbaycan-Ukrayna qardaşlığının, hətta Azərbaycana məxsus təyyarənin vurulması da Ukrayna tərəfindən kəskin qınanıldı və təzminat tələb edildi. Çox təəssüf ki, Rusiya həyasızcasına Bastrikinin həyasız bir bəyanatı oldu ki, biz xitam veririk, biz üz istəmə fikrimiz yoxdur. Görün bunların küzlüyünə baxın ki, hələ də bizdən nə təzminat, bu günə qədər Azərbaycana etdiyi pisliklərin, Çarizm dövründə, 37-ci ildə, 47-53-cü ildə, 70 il ərzində törətdikləri cinayətlərin heç birinə görə Vladimir Putin Azərbaycan xalqından üzr istəməyib. Çünki bütün törətdiyi cinayətlər göz qabağındadır. Orada yaşayan diaspora nümayəndələrimizin başına gələn bəlalar və bizim soydaşlarımızın başına gətirilən bəlaların baiskarı Putindir. Putin hələ də Ermənistana belə gedə bilmir. Görün nə qədər Ermənistan dövləti demokratikdir ki, onun barəsində cinayət işi açıb və onun dərhal həbs olunmasını qərarı çıxarıb. Mən tövsiyə edərdim ki, Azərbaycan da belə bir qərar çıxarsın. Vladimir Putin Azərbaycana gəlişi məhdudlaşdırılsın. Azərbaycanda kütləvi şəkildə rus məktəblərini bağlansın. Azərbaycanda rus dili qadağan edilsin. 92-ci ildə olduğu kimi Azərbaycan xalqı rus dilindən canını qutarsın. Və ümumiyyətlə bu rus dili bizə lazım deyil. Biz Slavyan xalqı deyilik. Biz Slavyan olmaq istəmirik. Biz öz kökümüzdə, öz milli köklərimizdə qalmaq istəyirik. Və öz ana dilimizi qorumaq məcburiyyətindəyik, dostlar. Dilimizi zərər vuran, dilimizi inkişafdan saxlayan məhz bu rus dili və fars dilidir. Hətta ərəb dilidir. Bu dillər Azərbaycan xalqına çox böyük ziyan vurur. Bugün özünə saxta ziyalı deyən adamlar, baxın bugün ittifaqlar yaradıblar. Yazıçılar ittifaqı, kinematoqraf ittifaqı, bəstəkarlar ittifaqı və heç bir Azərbaycan xalqına xidmət eləmir. Heç bir Azərbaycan dövlətinə xidmət eləmir. Tam səmimiyyətlə deyirəm. Bu ittifaqlar nəyə lazımdır? Ümumiyyətlə bu fəxri adlar nəyə lazımdır? Bu Sovet İttifaqının Azərbaycana gətirdiyi minalardır. Və onların Sovet dövrünün mirasları ilə yaşamaları bu millətə, bu xalqa, bu gəncliyə nə verə bilər? Gənclik nə ibrət dərsi götürə bilər? Bu yaşlı nəsildən gənc nəsil nə öyrənəcək? Hansı tərbiyəni alacaq? Əgər o yaşlı nəsil nə konstitusiyanı bilir,
nə cinayət məcəlləsini bilir, nə yol hərəkəti qaydalarını bilir, nə ingilis dilini bilir, nə xarici dil bilir, nə türk dilini mükəmməl bilir və ümumiyyətlə öz ana dilini mükəmməl bilir. Bunlar hamısı göz qabağındadır. Gedin şəhərə çıxın, görün nə qədər insanlar rus dilində danışırlar. Rus dilini yığışdırmaq olmur. 100 dənə polis göndərirsən, polisə şikayət edirsən, profilaktik tədbir görülür, barələrində cinayət işi açılır, amma xeyri yoxdur. Və əhalinin 5 milyonu həbs eləmək lazımdır ki, bütövlükdə bizim bu rus dilindən canımızı qutarsın. Bunun başqa yolu yoxdur. Bunun başqa bir formulu mən tapa bilmirəm. Belə əziz dostlar, mən hesab edirəm ki, qarşıdan həm də silahlı qüvvələr günü gəlir və biz bu günlərə də ciddi hazırlaşmalıyıq. Diqqətinizə görə çox sağ olun. Atamız var olsun.